Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 106 saylı orta məktəbdə baş verən qalmaqal səngimək bilmir. Gündəmdən düşməyən məsələ ilə bağlı yeni məlumatlar var. İttiham olunan valideyn Samirə xanım məsələ ilə bağlı artıq hüquq mühafizə orqanlarına müraciət etdiyini və barəsində səslənən yalan məlumatlarla bağlı qanun çərçivəsində tədbir görülməsini istəyir. Samirə xanım bildirir ki, Səidə Bəkir qızı aparıcısı olduğu proqramda qeyd edib ki, güya o qarşı tərəfdən Elçin adlı valideyndən üzrxahlıq edib, qapısına adam göndərib, bağışlanmasını istəyib, hətta ümumiyyətlə Qaradağdan köçəcəyini deyib. Samirə xanımla əlaqə saxlayıb işin əslini öyrəndi. Samirə xanım bildirir ki, deyilənlər yalan məlumatlardır. Mən Elçinlə danışmamışam, yalvarmamışam. Mən bu məsələdə haqlı olduğum halda haqsız duruma düşmüşəm. Əslində məktəbdəki bəzi müəllimlərin bir-birinə yaratdığı problemlər var və Elçin adlı valideyn də həmin müəllimlər tərəfindən öyrədilib və nəticədə xoşa gəlməz vəziyyət yaranıb. Söz gedən sinifdə kamera izləyici də var və artıq mən onun açılması üçün polisə də müraciət etmişəm, deyən Samirə xanım qeyd edir ki, mənə atılan bütün şərböhtan xarakterli məlumatlara qarşı sübutlar lazımi orqanlara təqdim ediləcək. Yayılan səs yazısı mənim icazəm olmadan yazılıb və yayılıb. O səs yazısının da Elçin adlı şəxsə heç bir aidiyyatı yoxdur. Mənim haqqımda yayılan məlumatlar ailəmdə, ətrafımda olan insanlara travma yaşadıb və bunun səbəbkarları cavab verməlidir. Əsas tələbim, istəyim odur ki, barəmdə yayılan yalan məlumatlar sosial şəbəkələrdən yığışdırılsın. Samirə xanım onu da qeyd edir ki, artıq hüquq mühafizə orqanlarına müraciət edib və məsələ ilə bağlı araşdırma başlanılıb.